Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Biləcəridə 92, 91, 170 marşrutlarından 100 metr məsafədə yola yaxın 2 dəqiqəli marşruta yaxın ərazidə 2-10-dakı sotun içində. Hörmətli izləyicilər, bax deyirəm, 4 geniş otaqlı, yəni kim geniş otaqlı ev istəyirsə, yəni müraciət edə bilər. Evlərin həqiqətən otaqları həm təmiri qaydasındadır, həm də genişliyi göz qabağındadır. Gördüğünüz kimi yenə qeyd edirəm. Kanalizasiya, su, işıq, kanalizasiyamız mərkəzi xəttdir. Həyətindən rahat 3-4 maşın girər. Həyəti bir sot rahat vardır. Kanalizasiya xəttləri tam qoşulub, draplar qoyulub. Gördüğünüz kimi evin hardasa 11-in 12 metrə, hardasa təxmin deyirəm 120 kvadrat rahat var. Yəni evin ölçüsünü deyirəm ha sizə, çöldən çölə. Evin otaqlarına da söz ola bilməz. Genişliyi göz qabağındadır. Sonda qiyməti sizə deyəcəm. Yəni ətraflı bütün ev haqqında məlumatı verəcəm, sonunda sizə deyəcəm. Gedən evin içi ilə tanış olaq, hörmətli izləyicilər. Girən kimi, demək, sol tərəfdə böyük bir mətbəxdir. Yəni evin əsas qiyməti, hörmətli izləyicilər, deyəndə, yəni fərqlərini deyəcəm. Bu hardasa təxmini 380 bir 5 metrəyə 5-dən də çoxdur. Uzunluğudur, geniş mətbəxdir. Mebelləri təzədir, sağlam vəziyyətdədir. Akrildən yığılıb. Yəni hamımızı nəzərinizə çatdırım. Gördüyünüz kimi mətbəxi geniş, ürək açan. Keçən qonaq otağına. Qonaq otağı hardasa 4 metrin 6-6.50 olar. 24 kvadratdan çox olar, 24 rahat var. Bir yataq otağı burada. Hörmətli izləyicilər, bax, məsafə o bir evdən öncə. Arxada vapki tam açıqdır işıqları. Bura 14 kvadratdır. Tam rahatçılığından evin, yəni otaqların genişliğini sizə deyirəm. 2 dənə burada bir yataq var. Gördüyünüz kimi, bax, bu otaqlarda genişliyi, pəncərələrindən tam rahat işıqdır. Məsafəsi, görsünüz hasarın içində, öz hasarına baxır. Heç bir maniyyət öyrətmir. Gördüyünüz kimi, hörmətli izləyicilər, hasarın içindədir. Öz həyətinə baxır. Burada hardasa 15-16 kvadratlı otaqları. Yəni balaca otaqlar demək olar azdır, fərqlidir. Burada yenə bir geniş yataq otağı var. Genişliyəndə uşaq otağı da 12-14 kvadratındadır. Bu yenə də bunu da gördüyünüz kimi işıqları, havası tam rahat, havasını dəyişmək olur. İşıq pəncərələrdən tam rahat evin içinə işıq düşür. Bu hissəsi də sanucu işıqlar deyəsən sönündür. Hörmətli izləyicilər, gördüyünüz kimi, bax burada sanucu təmiz, evin təmiri qaydasındadır. Yenə qeyd edirəm. Ev demək 92, 170, 91 marşrutlarından 100 metr məsafədə 1 dəqiqəli, 2 dəqiqəli marşruta yaxın yerdə yerləşir. Əsas onu deyirəm ki, hörmətli izləyicilər, evlər var, qiymətləri fərqlidir. 4 otaqlar 120, 125 civarında, 115 civarında olur. Amma bunun genişliyi, yola yaxınlığı, qiyməti fərqlidir. Bunu da nəzərdə çatdırım. Arxiv sənədi, bələdiyyə sənədi var, arxivli. Kupçaya gedən sənəddir, bunu da nəzərdə çatdırım. Qiyməti də 135 min start qiymətdir. Hörmətli izləyicilər, yola yaxın otaqların genişliyinə görə, yəni bu nəzərdə tutulub. Yəni qiyməti də nə olsa endirim olacaq. Fərqlidir qiyməti. Yəni otaqlarına genişliyinə görə, yola yaxınlığına görə, yenə də hər bir alıcı gəlsin, baxsın, ərazidəki evlərə qiymətin özü fərqi görəcək. Sona qədər izlədiyi üçün də təşəkkür edirik. Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Allah alanı da xeyir versin, Allah satana da. 135 min start sistemi, kombi sistemidir. Burada uşaq olduğu üçün çöktü. Ha, bu yəni kombi sistemi var ha, yəni burada problem yoxdur. Ha, yəni burada radiatorlar var. Sadəcə ev sahibi bunu artıq qoyub bura. Bunu da nəzərdə çatdırım ki, sadəcə uşaqlı çörp boşalır ki, evi daha yaxşı hiss eləsin. Sona qədər izlədiyi üçün də təşəkkür edirik.